Döşəmədən pilləkənlə qalxan adam hər addımda ya bir ya da iki pillə qalxır. Özü bilər uşaqlar. Yəni bir addım da ata bilər, iki də ata bilər. Sırayla deyil, hansısa bir qanun uyğunluğunun deyil. Kef istəyir bir addım atar, kef istəyir iki addım atar. Bu nə demək istəyir? Sonra deyir ki, verilmiş pillələrə çatmağın neçə variantda mümkün olduğunu tapmış olar. Yavaş-yavaş sualın levelini artıracağım. Məsələn, tutalım ki, bu sadə versiyasıdır. Sonra, məsələn, ya bir ya üç pillə eləyəcəm, biraz levelini artıracağım. Sonra pillənin bir dənəsini qıracağıq ki, məsələn, bir pillə qırıqdır, ora ayaq basmaq olmaz. Sualın leveli biraz da artacaq. İndi onları sizlə bir yerdə işləyəcək. Baxın, uşaqlar, deyir ki, döşəmədən pilləkənlə qalxan adam hər addımda ya bir ya iki addım atır. Verilmiş pillələrə çatmağın neçə variantda mümkün olduğunu tapın. Yəni bunu demək istəyir uşaqlar. Məsələn, bir dənə döşəmə çəkək. Və bizim pillələrimiz olsun uşaqlar. 10 pillə çəkək də. 1 pillə, 2 pillə, 3, 4, 5, 6, 7, 8, 9, 10 pillə. Aha. Bizə deyir ki, uşaqlar, məsələn, mən 10-cu pilləyə çıxmaq istəyirəm. Hər dəfəsində ya bir addım atıram, ya iki addım atıram. Özüm bilərəm. Məsələn, belə ataram. Bir ataram, bir ataram, iki ataram, iki ataram, bir ataram, bir ataram, iki ataram. Necə atırsan ataya özün bilərsən. Bizdən soruşur ki, 10-cu pilləyə mən neçə fərqli üsulla, məsəl üçün 10-cu pillə deyirəm. Burada indi soruşub da bizdən ki, 5-ci pillə, 3-cü pillə, 4-cü pillə. Bunu bu sınağa salmam uşaqlar. Sınaqda qabağımıza çıxmayıb bu. Müəllim, buna oxşarı Bəli. var idi sınavda. Yaxşı, eyb yox. İndi izahını verirəm. Deməli uşaqlar, gəlin belə eləyək də. O necə ki, məsələn mən keçən dəfə karandaşı izah elədim və yaxud da ki, hansısa bir məsələni izah eləyəndə gedişatları özüm üçün qırağa qeyd edirəm. Burada da eləyəcəm uşaqlar. Mən birinci pilliyə neçə forma ilə gələ bilərəm? Birinci pilliyə. Ancaq bir üsulla. Bir addım ataram da və sonra başqa variantım yoxdur ki, düzdür. Geriyə getmək olmasa uşaqlar, ancaq irəli gedirik. Birinci pilləyə qalxmaq üçün uşaqlar deməli mənim bir seçimim var. Baxın, birinci pilləyə təkrar edirəm, qalxmaq üçün mənim bir seçimim var. Bir. İkinci pilləyə qalxmaq üçün uşaqlar, bir dənə diqqət İki edin. dənə. Mən necə Seçim. qalxıram? Ya bir addım bir Bir addım qalxarıq. ataram, ya da Ya promo da iki bir addım dəfə ataram. olar Ay, ki. deməli, uşaqlar diqqətli qulaq asın. Bax bu əsas hissəsini tutsaqsa, bundan sonrasında heç bir problem yaşamayasınız. Deməli, ikinci pillə iki cür çıxa bilirəm. Üçüncü pilləyə çıxmaq istəyirəm. Baxın uşaqlar, deməli üçüncü pilləyə çıxmaq üçün çıxaram ya bir, 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 sonra Ya Ha, 1, 2, iki, bir. ya da 2, 1. Ya da ya 2 bir, 1. iki, ya da iki, bir. Ya da Neçə 2, fərqli 1. üsulla çıxdım Üç uşaqlar? üsul. Üç üsulla çıxdım, yaxşı. Dördüncü pilləni yoxlayıram. Baxın uşaqlar. Bir, 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 2 2, bir, bir, iki, 2 1 1 bir, iki, bir, İki, iki, bir, bir, bir. bir, bir də 2 iki, 2. iki. Neçə oldu? 5. Dörd üsul. Beş üsul. Düzdür Fibonacci uşaqlar? oldu da müəllim. Aha, tələsməyin, tələsməyin, birini də yoxlayaq. Beşinci pilləyə qalxmaq istəyirəm. Baxın uşaqlar. Bir, 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 bir. Beş dənə. Sonra bir dənə iki addım atmaq istəyirəm. Bir, 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 iki. Baxın, cəmi 5 eləyəcək də fikir verin. İndi ikini yerində oynadıram uşaqlar belə. Bir, bir, iki, bir. İkini bir dənə də sürüşdürürəm. Bir, iki, bir, bir. İkini bir dənə də sürüşdürürəm. İki, bir, bir. Vəsiyo. Olmadı bir dəqiqə. 2 1 bir dənə də 1. Hə, belə oldu indi. Sonra bir dənə də 2 gətirirəm uşaqlar. Oldu 2 2 1. Bu da olar. Biri yerində tərpədək uşaqlar. Bir, 2 iki, bir. 1 2. Bir də 1 2 2. Başqa varsa deyin. Yoxdur, xeyr. Yoxdur. Səkkiz Sayın görüm üsul. amma neçə dənədir? 8 8 Oldu Fibonacci. Oldu Fibonacci. Neçə oldu? 8 saydı? 8. Əla. Gedişətə Bəli, baxın bir bəli. dənə uşaqlar. Da bundan sonra heç əziyyət çəkməyə ehtiyac yoxdur uşaqlar. Baxın. 1 2 3 5 8 Fibonacci görürsüz uşaqlar. Bəli. Fibonacci gedir. 6-ya Deməli olacaq 6 13. Aha, 6-ya olacaq deməli 13, 7-yə olacaq 21, 21. 8-ə olacaq tutalım ki, toplayacağım 34. 34 və s. belə. Məsələn, baxın vericiyə belə bir sual düşmüşdü uşaqlar və sualda soruşurdu ki, deməli çatma variantlarının sayı ilk 3 rəqəmli ədəd olacaq pillə hansıdır? Çatma variantlarının sayı 3 rəqəmli ədəd olacaq ilk pillə hansıdır? Yəni belə davam eləyə gedəcəyik uşaqlar. 3 rəqəmli çatan hansıdır onu götürəcəyik. Məsələn tutalım ki, 9-cu pillədə ucu olacaq neçə? 55 düzdür. Sonra 10-cu pillədə ucu olacaq 89.
11-ci pillədə olacaq neçə uşaqlar? 140, 154 hə? O vəssalam. Deməli 3 rəqəmli ədəd ilk dəfə 11-ci pillədə olur uşaqlar. Bax deməli cavabımız məsələn 11 olmuş olar. İndi sualı dəyişilə bilər də, hər şey soruşa bilər sizdən. İndi bizdən soruşdu çatma variantlarını say. 5-ci pilləyə neçədən çatma variantımız var? 8. 8. Y getdi bura. 3-cü pilləyə 3 Üç. dənə getdi bura. 4-cü pilləyə 5 dənə 5. belə getdi bura. Demək 1Y, 2S, 3B. Problem yoxdur Müəllim, uşaqlar. bu Bəli. suallar ancaq bir dənəli düşür, yoxsa mətnin məntiqi təhlilində olduğu kimi 3 dənə Yo, yo, suallar yo, bir şəklində dənə. düşür? Yo, 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 bir dənə, bir dənə. Bu bloka getməz suallar. Bu blokluq sual deyil. Bir dənə düşər. Ha. Bir dənə tə Bir dənə düşür. düşür də Bir dənə müəllim. düşür. Belə düşür, uyğunluq istəyir də səndən. Uyğunlaşdır deyir. Bu da gəlir avtomatik olur 3 dənə sual kimi. 3 dənə düşərdi. Onda 50-ci suala gələ bilərdi. 50-yə Hə, gəlir. müəllim. Uşaqlar 50-ci sual üçün çox ideal bir sualdır. Baxın, gəlir. Niyə gəlmir ki? Yaxşı, Bir bunu də indi var uşaqlar. idi bundan əvvəl keçdiyimiz müəllim, o da bir dənəli şəkildə gəlir də. Sonu sarı ya da qırmızı Hə, olan. karandaş bir dənəli gəlir. Uşaqlar özündə 50-ci suala gəlir karandaş. Fikir vermisinizsə yoxsa yox. Bir dəfə şeyə gəlib, adi sıralamaya gəlib, amma qalan hamısında demək olar ki, 50-ci suala gəlir bu sual. Hə, aysə o da uyğunluğa gəlir. Uşaqlar, deməli baxın. Bunu silirəm indi. Sualı dəyişirəm. Özümüz üçün işləyək də. Bunu silmək istəmirəm açığı sağ tərəfdə. Çünki o görməli. Çatma variantlarının sayı 1 və 3 verilən var. Müəllim, bir dənə də karandaş sayıya bilərsiniz bundan sonra. Bu dərsdə yox olacaq. Çünki bu dərsdə karandaşlıq deyil. Vaxtımız ona Müəllim, qalmayacaq. zabit məsələsini izah edərsiniz. Mən birinci Zabitə çətin. əmin deyiləm. Vaxtımız qalsa zabitə eləyə bilərəm. Amma karandaş çox genişdir. Karandaş bəlkə də 1 saat Bəs onun yəni izah videosu var onun. Karandaşın. Qarandaşı keçən dərs çəkdim müəllim mən siz Bəli. izah eləyəndə. İstəyirsiniz ataram sizə. Olar, Karandaş atarsın lazım mənim. deyil. Keçən dəfə demişdiniz də, təkrar niyə? Zabit Zabit. məsələsi. Hə, mən də zabit istəyirəm. Zabitə məncə vaxtımız qalar. Çünki zabit rahatdır. Baxarıq uşaqlar vaxta da. Baxın, sualım bir də dəyişir. Buna bir dənə baxın uşaqlar. Döşəmədən pilləkənlə qalxan adam hər addımda ya 1 ya 3 pillə qalxmış olur. Verilmiş. Bayaqki sualdan fərqi nədir ki bunun? Əvvəl 1-2 Orada ya addım bir ya idi. Bu iki idi, 3 burada addım bir. olur. Yaxşı, indi gəlin belə bir şey eləyək uşaqlar. Bunu silmək istəmirəm. Çünki səbəb var orada. Onu sizə göstərmək istəyirəm. Ona görə də belə bir şey eləyirəm. Yəni onu siz görməmiş kimi sayın, yox uymuş kimi sayın. Sadəcə silmək istəmirəm, axırda bizə lazım olacaq. Gəlin indi uşaqlar, ya 1 ya 3 variantını yazaq özümüz üçün. Baxın uşaqlar, birinci pilliyə neçə üsulla çata bilərəm? Bir Ancaq Bir. bir üsulla. Bir üsulla da bir addım atıram, vəssalam. İkinci pilliyə necə çata Yenə bilərəm? bir üsulla. Uşaqlar, diqqətli olun ha. Ya bir addım atasan, ya 3. Daha durub 1-2 yazmayın. 2 addım söhbəti yoxdur artıq. Burada elə ikinci pilliyə bir dənə belə gələ bilərsən. Başqa variantın yoxdur. İkinci pilliyə də bir variantına. Üçüncü pilliyə baxaq uşaqlar. 2. Bir Bir, sonu. üsulla. bir dənə də 3 daha. Doğrudur. Bəli. 2 üsul. Dördüncü pilləni yoxlayaq. 1 Demək, 1 bir, 1 bir, Bir, Üç bir. üsul. 1 bir, 1 3, 3, 1. 3 1. 3 üsulla. Əla. Beşinci. Deməli baxın. 1 1 1 1 1. Bir dənə 3 gətirək. 1 1 3. 3-ü oynadaq yerində. 1 3 1. 3-ü bir dənə də Üç, oynadaq. bir, 3 1 1 bir, var bir. başqa. 4 üsul oldu. Evet. 4 üsul. Yaxşı. Olsun 4 üsul. Yaxşı. Ha, burada şu 6-cı pilləni. bilinir. 6-cı pilləni də yazıram. Baxın. Yo, bunun Fibonacci-ni tutmaq biraz çətindir. Altında bir dənə yazaq görəcəksiniz uşaqlar. Tələsməyin. Və 1 1 1 1. Buranı da yazsaq ki, bura girəcəyik. Bu bir dənə qıraqdan yazım. Yaxşı. 6-cı pilləni yazıram uşaqlar. Baxın. 1 1 1 1 1 1 6. Bir dənə 3 gətirək. 1 1 1 3. 3-ü yerində oynadaq. 1 1 3 1 1 3 1 1 3 1 1 1. Başqa? 3 3. 3, 3. Neçədən oldu? 1 2 3 4 5 6 dənə. Hə uşaqlar düzdür? Altına. İndi yadınızda saxlayın uşaqlar. Fibonacci deyil deyə bayaq. Uşaqlar, o Fibonacci pilləkən məsələlərində belə ödənilir. Diqqətiniz burada olsun. Bax, bu cümləni bir dənə tutdunuz, bitdi mövzu. Yəni bu deyəcəyim bir dənə anladınızsa bitdi artıq uşaqlar. Necə? Deməli, pillələrin nömrəsi 7-yə qədər gəlib, yox, mən 9-a qədər apardım. Uşaqlar, bundan əvvəlkində neçə demişdim? Ya 1, ya 2, düzdür? Bundan əvvəlkində ya 1, ya 2 demişdi. İndikində isə uşaqlar ya 1, ya 3 deyir. Baxın, burada ya 1, ya 2 demişdi. Buradakında isə ya 1, ya 3 deyib. Deməli uşaqlar, bax bu cümləni belə yadda saxlayırsınız. Hansısa bir pilləyə çatma variantlarının sayı burada neçə addım deyibsə, özündən əvvəlki, məsələn burada 1 ilə 3 deyib, düzdürmü uşaqlar?
özündən bir pillə və 3 pillə əvvəlkin cəmidir uşaqlar. Burada niyə Fibonacci yaranır deyim sizə uşaqlar. Hər pillə, məsələn 3-cü pillə ya 1 ya 2 deməyib, özündən bir addım əvvəlkindən 2 addım əvvəlkin cəmidir. Ona görə Fibonacci olur bu uşaqlar. Baxın hələ təkrar deyirəm sizə. Məsələn 3-cü pillə ya 1 ya 2 deyib baxın. 3-cü pillə özündən bir addım əvvəlki, yəni bununla özündən 2 addım əvvəlkin cəmidir. Yəni bu ikisinin cəmi budur uşaqlar. Məsələn 6-cı pilləyə baxın uşaqlar. Özündən bir addım əvvəlki budur uşaqlar. Özündən 2 addım əvvəlki budur. Bax bu ikisinin cəmidir. İndi ya 1 ya 3 deyilənlərdə uşaqlar hər bir pillədə 1 ilə 3 deməyib, özündən 1 əvvəlki ilə 3 əvvəlkin cəmi olacaq uşaqlar. Ya 1 ya 4 desə, özündən 1 əvvəlki ilə 4 əvvəlkin cəmi olacaq. Ya 2 ya 4 desə, özündən 2 əvvəlki ilə 4 əvvəlkin cəmi olacaq. Məsələn, baxın necə. Tutalım ki, 6-nı biz nə tər aldıq uşaqlar? Baxın elə. İndi biz özümüz yazıb tapmışıq. O başqa məsələ. Ya 1 ya 3 deməyib, baxın uşaqlar. 6 özündən 1 əvvəlki ilə uşaqlar baxın. 1, 2, 3 əvvəlkin cəmidir. Fikir verin hələ 6. Məsələn, 4-ün özünə baxın uşaqlar. 4-ün özündən bir əvvəlki ilə özündən 1, 2, 3 əvvəlkin cəmidir uşaqlar. Fikir verirsiniz? Baxın. Hansı pilləyə çatma variantları deyilsə, həmin pillədən uşaqlar baxın. Məsələn, 7-ci pilləyə çatma variantı desə, mən 7-ni nə ilə nəyin cəmi kimi götürəcəm? 6 ilə 6 ilə 4. 6 ilə 3-cü cəmi. özündən 1 əvvəlki ilə 3 əvvəlki. Yəni 7-dən 1 əvvəlki ilə 7-dən 3 əvvəlkin cəmi. 9. 7-dən 6 7-dən 1 ilə əvvəlki neçədir? 6. 6. 7-dən 3 əvvəlki neçədir? 3. 1, 2, 3. Bu deyil, 3. Müəllim, şərti necə dediniz o cavab versiyası üçün? Sənə ya 1 ya addım, ya 3 addım atmalısan deyirsə, Aha. hansı Birinci ya pilləyə da gəlirsənsə, məsələn 7-ni axtarmırsan, 7-dən 1 əvvəl hansıdır? 6-cı pillə, 7-dən 3 əvvəl hansıdır? 4-cü pillə. 6-cı pillə ilə 4-cü pillənin saylarını toplamalısan. 6-cı pillənin 4-cü saylarını toplamalısan. Bax, 7-ci pilləyə çatmaq üçün 6-cı pillə budur, 4-cü pillə budur. Cəmlik yazasınız. Bax, 6-cı pillə budur, 4-cü budur. Cəmlik yazası. Yəni bizə belə deyək də, 7-ci pillənin sayı uşaq 9 olacaq. Məsələn, 8-ci pilləyə gəlim. Nə ilə nəyin cəmi olmalıdır? 9-la 4'dən. 9-la 4-ün 13. 9 ilə 4-ün. Ay, 8-ci pillə 13 olacaq. 9-cu pilləyə gəlirəm. 19. 13 13 ilə 19. 13 ilə 6-nın. 6-nın cəmi 19. Problem yoxdur uşaqlar. Bax, bu şəkildə Müəllim, getmiş amma- uşaqlar. Mən bir şey Sual soruşabilirim. versəm olar? Ver. Ayşə sən ver sonra mən verim. Yaxşı. Müəllim, burada 3-də amma özündən əvvəl bir dənə olur. Bəs Hansı, 2 hansı dənə özündən əvvəl? e, Bunu deyirsən? Lap 3-cü pilləni deyirsən? aha, Ona elə görə demək istəyirəm. ona görə heç olmasa 4-ə qədər yazmalısan da məcbur. Çünki 4-ə qədər yazmalısan ki, açılsın ki, davam eləyəsən. Bilə Yoxsa yəni. promoy düzənməzsən. Hə, aysə o heç olmasa uşaqlar bir 4-ə qədər, lap ehtiyac olsa maksimum 5-ə qədər yazmalısınız. Yazmasanız mümkün deyil, açamayasınız. Hə, bir 3-ə qədər, 4-ə qədər yazdın, ondan sonra hə, toplaması ilə gedəcəksən sırayla. Hə, yoxsa belə birbaşa bundan yazanmarıq. Bəli, düz deyirsən. Yəni bu açılmalıdır uşaqlar. 3-ə ya da 4-ə qədər məsələn biz belə açmalıyıq heç olmasa. Yazıb açırıq, ondan sonra davam elətdirik. Leyla bu ilə Oldu işləmir. mənim. Mən deyəcəydim ki, bu bizdə ardıcıllıqlar var idi, ardıcıllıqlar mövzusu. Aha. Orada üstü Fibonacci kimi gedən var idi. Bunun üstü Ha. Fibonacciyə uyğun görsəndi gözümə. Elə bir şeydir, yoxsa deyil? Gəldi. Yoxlamamışam heç, baxmamışam. Bir yoxla gör gedir. 0 Oxşuyur kimi oldu. Getmir. Üçlər- Keçən il də elə Fibonacci, demişdilər bilmirəm. nəsə. 1-2'lerde elədi ama 1-3'lerde yok. Yo, 1-2-də heç də, 1-2 okeydir. Çünki Bir 1-2-nin ikidə özü Fibonacci demirəm. olduğuna görə. 1-3-də deyirəm. Üstünü Fibonacci deyirəm, özünü yox. Arasını demirsən, bunun Bəli, aralarında. 1-dən 1-ə 0, 1-dən 2-yə 1, Öyle mi? əvvəl ikisinin cəmi, o birisinin elə görsəndi gözümə, ona görə soruşuram. Baxın. Bir dənə yoxlayaq da 0 budur, 1 budur, 1-dir, 1-dir, 2-dir, 3-dür, 4-dür. Yox, getmir, bax. Gördüm, çox sağ olun. Tamam. Çünki bu sabah 2-4 də deyə bilər də. Ona görə fərqli-fərqli versiyalar deyə bilər deyə uşaqlar. Bunu yoxlamamışam aralarının açığı, amma bu gedişat bütün hamısında keçərli uşaqlar. 1-3 deyirsə, birincinə 3-cü. Özündən əvvəlki 1-dən özündən əvvəlki 3. 1-2 deyirsə, özündən əvvəlki 1-dən özündən əvvəlki 2. Bu şəkildə davam elətdirmiş olursunuz. Vəssalam. İndi bizə deyir ki, çatma variantlarının sayının tək ya da cüt olması deyir uşaqlar. Məsələn, gəlin baxın. 3-cü pilləyə çatma variantı sayı nə qədərdir? 2. 2.
Deməli cütdür da, getdi bura. Dördüncü pillə 3, təkdir, getdi bura. Beşinci pilləyə 4. cütdür, getdi bura. Altıncı pillə O da cüt. 6. o da cütdür, getdi bura. Yeddinci pillə 9 9. təkdir, Təkdir. getdi bura. Və bu şəkildə uyğunlaşdırmış olursunuz. İndi uşaqlar baxın hələ. Döşəmədən qalxan adam, bax yenə eyni şeyə gəlir çıxış uşaqlar. Deyir ki, ya bir addım atır, ya 4 addım atır uşaqlar. Eyni temada, heç bir fərqi yox. Birinci ilə dördüncünü cəmi götürəcəksiniz. Hər bir pillədə 1 ilə 4-ün cəmi. Bax, burada da məsələn uşaqlar, heç olmasa 4-ə qədər açmalısınız ki, 4-dən sonra davamı getmiş olsun. Məsələn, baxın bir dənəsində yoxlayaq. Tutalım ki, bunu da bir dənə yoxlayaq sizlə. Ya da qoy bir dənə geri qaytarım. Bu pilləkan heyif deyil, pilləkan getdi. Mən Yaxşı, bu buralar kitabın PDF-ini ata bilərsiniz qrupa. ataram. Yatmaram ki. Yaxşı. Prosta burada sizə aid olmayan çox şey var deyə. Onu gələ işləyəndə baxasınız da nə işləmək lazımdır, nə yox. Dimin öz kitabıdır. Atarım, problem yoxdur. Baxın uşaqlar, ya 1 ya 4 pillə deyil. Fikir verin, ya 1 ya 4. Biraz açmalıyıq bunu uşaqlar. Birinci pilləyə çatma üsulu neçə dənədir? Bir dənə. Bir dənə. Düz. İkinci Bir. pilləyə çatma üsulu 1. Bir dənə. o da bir dənədir. 3'e de Üçüncü bir tane. pilləyə çatma üsulu o da bir dənədir. O da bir dənədir. Dördüncü pillə 2. 2 dənə. Bir 1. dənə. Bəli. hə? 1 İki 1 dənə. dənə. Birdəki 1 birdən 1 4-ə. 1 Bir 1 başa 4-ə. Bir tane de 4. 4. Bir dənə də dedik. Bax Aysel, buradan sonra açmağa ehtiyac yoxdur artıq. Vəsə. Çünki 4-ünü açdın, ondan sonra yaz getsin. Məsələn, 5-ci pillə özündən bir əvvəlki ilə 4 əvvəlkin cəmi olmalıdır uşaqlar. 4, 2, 3. İkinden birini 3. 3 eləyəcək. Düzdür uşaq? Özündən bir əvvəlki budur. Özündən 1, 2, 3, 4 əvvəlki də budur uşaqlar. Vəssalam. Deməli, onun cəmin yazacaqsınız növbəti. Lap istəyirsiniz bir dənə də yoxlayın. Buralar rahatdır deyə bunları yoxlamaq olur. Məsələn, 5-ci pilləni yoxlamaq istəyirəm. 1, 1, 1, 1, 1. Belə var. 1, 4 var, bir də 4, 1 var da. Başqası yoxdur ki. Yaxşı. Məsələn, tutalım ki, 6-cı pillə tabii ehtiyac yoxdur. Toplayın getsin. Özündən bir əvvəlkinin 4 əvvəlki. 4. 3-dən Mənim 1 də indiyənə kimi heç bir qəbula düşmür da bu. verginin qəbuluna düşüb, magistra düşməyib yox. Magistrın heç birinə düşməyib, amma magistr modelində gəlib. Yəni o dediyim kimi hər il magistr imtahanından qabaq jurnal göndərirlər ki, nümunə suallar, həmin nümunə sualların içində veriblər bu uşaqlar. Bir dəfə göstəriblər, amma hələ qəbula salmayıblar. Müəllim, bir Altı- neçə dəfə bu sualdan ata bilərsiniz bizə eləyək özümüz. Nəyi? Pilləkən misallarından Atacağım bir da, neçə. bunu demədiniz, atacağım. Hə. Yaxşı, burada baxın uşaqlar. 6-cı pillə nə qədər olacaq? 4. 4 olacaq. Özündən bir əvvəlkindən 1, 2, 3, 4 əvvəlkin cəmi 4. Məsələn, 7-ci pillə olacaq. 5. 5. 7-ci pillə üçün biz elə bir ki 6 ilə 6 olmalı. 3-ü toplamalıyıq da. Yox, 6 niyə? Bununla 4'le biri müəllim 5 olur. 5 eləyir, 5. Bax. 8-ci pillədə 7. 5 ilə 2. 7. 2-ni toplayasın, 7. Bax, burada uşaqlar, bax 9-a qədər yazıb, görürsünüz. 9-a qədər çıxartmalıyıq da. 9-cu pillədə o olacaq. 10. 7 ilə 3, yəni 10. 10. Gəldiniz bura bax. Çatma variantlarının sayı 9 pilləyə 10 variantla çatdıq. C. 4-cü pilləyə 2 variantla çatdıq. D. 6'ya da 6-cı 4. pilləyə 4 variantla çatdıq. A, gördünüz uşaqlar, bu da sizin cavabınız. Vəssalam. İndi uşaqlar, gəlib bir dənə də pilləni qıraqdır. Bunları başa düşdük. Hətta bunu bilirsiniz. Bunları fərqli-fərqli yazmağın bir mənası yoxdur. Sualı uzaq başı dəyişib soruşacaq sizdən. Dəyişsin də, siz də ona görə cavab verəsiniz. Məsələn, görün nə deyir? Deyir ki, döşəmədən pilləkanla qalxan adam hər addımda ya 1 ya 4 addım atır. Çatma variantlarının sayı, bax, bayaq mən o vergi imtahana düşüb dediyimin biraz fərqli versiyası. Çatma variantının sayı 2 rəqəmli olan ən aşağı pilləni soruşur sizdən. Məsələn, tapacaqsınız da. Yəni İndi 2 gəldik rəqəmdə də ən kiçiyini tapacaq tamamilə. Hə, elə bir ki, 2 rəqəmli hansı pillə 2 rəqəmli yazdınsa, orada bayaq yazmışdı da məncə. Qoy bir dənə gözləyim. Deyə 9-cu pillədir də, 10 oldu vəsə. Çünki bu da ya 1 ya 4 deyir axı. Ya 1 ya 4-dən 9-cu pillə 2 rəqəmlidir. Bunu dayanırsan. Cavabın olur 9-cu pillə. Yaxşı. Bir saniyə. Müəllim, Bəli. orada xanım yazıb ki, üçlü Fibonacci ola bilər. Üçlü Fibonacci karandaşda olur uşaqlar, burada olmur. Yox, yox. Pilləkən məsələndə üçlü Fibonacci söhbəti yoxdur. Yaxşı. İndi uşaqlar gəlir nəyə? Baxın, deyir ki, döşəmədən pilləkənlə qalxan adam hər addımda ya 1 ya 4 pillə qalxır. 5-ci pillənin sınıq olması onun üzərinə çıxmağı mümkünsüz edir uşaqlar. Yəni ki, 5-ci pillə ayaq basamayasınız. Yəni oradan üstündən tullanması da belə deyək də.
Çatma variantından sayı 2 rəqəmli olan ən aşağı pillə. Qoca mələ bu 1 4 biraz promo çox oldu da. Qoca mələ 1 3 filan varsa 1 3 ilə filan başlayaq. Ya 1 ya da 4 deyir. 5 və 7-nin sınaq olması o da heç. Bax, ya 1 ya 4 deyir. 10-cu pillə hər adını 2 və 3 pillə Eləyən enər. onu. 1 4 deyir da. 1 2 4. Hə, baxın uşaqlar, məsələn burada deyir bizə. Deyir ki, döşəmədən pilləkənlə qalxan adam hər addımda ya 1 ya 2 pillə qalxır. 4-cü pillənin sınıq olması onun üzərinə çıxmağı mümkünsüz edir uşaqlar. Deyir ki, 10-cu pilləyə çatma variantlarını tapın. Bax, onun özünə gələcəm uşaqlar. Bax, bunun özü sınağa düşən sualdır. Demin sınağına düşüb bir dəfə. Liftin düyməsi işləmir. Gah yuxarı, gah aşağı söhbət edir. Məsələn, qəşəng maraqlı sualdır. Yaxşı. Qayıdım uşaqlar, o bir dənə o qırıq məsələsini izah edeyim. Pilləkəni yekunlaşdıraq. İşte belə baxıram, zabitə də vaxtım çatmayacaq, amma eyb yoxdur. Onu Müəllim, yekunlaşdıraq. Hə, bayaq indi oxuduğunuz sual var deyə, onun izahı olan rekord falan var, baxa biləcəyiniz. lift Gələn söhbətini dərsdə deyirsən. Bəli, bəli. Yo, izah eləyərəm sizə, narahat olmayın. Belə izahı olan rekord yoxdur, yox. Amma izah Bunu eləyərəm gələn sizə, dərs sıkıntı yadınıza yox. salaq. Hə? Gələn dərs Onsuz mənim yadınıza salaq. nəzərimdədir. Təbii ki, məsələn, növbəti dəfəyə uca qalır. Zabit məsələsi uca növbəti dəfəyə qalır, belə baxıram. Bir də məsələn lift məsələsi var. İşimiz çox deyil, gələn dəfə də var. Gələn dəfəyə izah eləyərəm, problem yoxdur. Yəni gələn Əfizə, bazar nəzərdə tutursuz da yəqin ki. bəli. Ha, Əfizə anladım. saat 8-ə qədər yekunlaşdırarıq, çünki 8-də mənim başqa dərsim var. Ona görə də Oldu. 8-ə qədər nəzərdə tutun. Yaxşı Mənim uşaqlar, zabit sınıq məsələsinin səhv eləmirəmsə rekordu olmalı idi. Siz atmışdınız ki, hansının? Zabit zabit var. məsələsi Rekordu Zabitin var. var. Olar, rekordunu atıram sizə uşaqlar. Qoy bu bir dənə qırıq məsələsini izah edeyim. Deməli, deyir ki, uşaqlar, döşəmədən pilləkənlə qalxan adam hər addımda ya 1 ya 4 pillə qalxır uşaqlar. Yenə bayaqki temada heç bir problem yoxdur. 5-ci pillənin sınığı olması onun üzərinə çıxmağı mümkünsüz edir uşaqlar. Yəni 1 2 3 4 bu yoxdur uşaqlar. Bura ayaq basa bilməzsiniz. Ora yoxdur. Biz sınıqdır bu, belə deyir uşaqlar. Sildim buradan. Yoxdur da bu. Bura yoxdur. Belədir. İndi bizə deyir ki, çatma variantından sonra 2 rəqəmli olan ən aşağı pillə. Uşaqlar, eyni temadır. Heç bir fərqi yoxdur. Sadəcə burada əlavə eləyəcəksiniz deyim sizə. Birinci pilləyə neçə fərqli sona çata bilirəm? Yenə 1, 1. 1. İkinci pilləyə yenə 1, 2. yenə 1. Üçdə 1 də 4 bir. atıram da. Üçüncü pillə o da yenə 1. 1, Dördüncü pillə 2, 2 idi. Düzdür Heç uşaqlar? iki. bəli. dördüncü Dördüncü pillə pillə 2-dir da. 0 değildi. 4 Yox, yox, 5 qırıqdır. Qırıq olan 5'dir. 5, Hə, hə. Dördüncü pillə neçə addım ata bilərəm 2, da? 2 mən. 1, bir də 4 da. 2 fərqli 2. sulla. Uşaqlar, sınıq olan var ya 5-ci pillə. Ora yazırsan 0, ora çata bilməzsən. Ona yazırsan 0 uşaqlar. Ondan sonra yazdın 0, bayaqki qayda ilə davam edirsən. Hər bir pilliyə özündən əvvəlki ikisinin cəmi. Hər bir pilliyə, məsələn tutalım 6-cı pillə var ya uşaqlar. Məsələn, gəlin də 6-cı pilləyə baxaq. Normalda bayaq dediyim qayda ilə 6-cı pilləyə neçə düşməlidir? 2. Normalda 1, sıfırın üstünə 1 Özündən gələcəkdi, 1 olacaq. 1 əvvəlki ilə 1, 2, 3, 4 əvvəlkin cəmi. 0 ilə 1-in cəmi neçə? 1. 1. Normalda 6-cı pilləyə 1 düşməlidir uşaqlar. Düzdür, bayaqki dediyimiz qayda ilə. İstəyirsə gəlin yoxlayaq baxın. 6-cı pilləyə mən nətə çıxa bilərəm? Deyin görüm hələ. 1 Ancaq 1 1. 1 1 1, 4 Hı. 1 1, 1 1 Oy, 4. bir dəqiqə, bir dəqiqə, bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. Yox, Deyim yazın. 5 qırıqda axı. 1 yox, 1 1 4. 1, 1, 1 4. 1 4. Başqa yox. Başqa? 4 1 4. 4-ü 4 hərəkət 1 elətdirə 4. bilmərik. 4 elətdir görüm hələ. Yox, elətdirmək olmayacaq. 5 Olmur, 4 elə elətdirsən budur belə da. olacaq bax. 1, 4 deyəndə o ayağın keçəcək qırıq yerə, boş yerə. O 5-ci pilləyə düşmüş oldun. Bildim. Burada elədir ki uşaqlar, burada belədir də baxın. Bir pillə atdım bura, bir pillə bura uşaqlar. Buradan promo gedirsən 6-cıya. Bu başqa şeydir. Amma o 4-ü hərəkət elətdirəndə bax problem harda yaranır uşaqlar? Deməli baxın hələ tutaq ki 1 4 1 yazmaq istəmirsən, onda belə olacaq da. 1 1 2 3 ayağın getdi bura. Bax şunu görürsüz. Yəni ona görə burada 4 hərəkət eləmir. 4 hərəkət eləyir. 4 hərəkət eləyər o zaman ki, elə elən ki bunu cəm 5 eləməsin də. Çünki cəm 5 eləyən düşəcək o boşluğa. Bu da başqa mümkün deyil. Baxın hələ yoxdur. Bir dənə 1 1 1 4 var. Всё. Başqası yoxdur. Məsələn, gəlin bir dənəsini yoxlayaq. Məsələn, 7-ci pillə üçün. Özündən 1 əvvəlki ilə 4 əvvəlkin cəmi Bir. olmalıdır. Yoxlayın elə. Hə? 2. 2. Özündən 7-dən 1 əvvəlki budur. 4 əvvəlki də 1-ə düşəcək. 2 olmalıdır. 6 Məsələn, 7-ci üç. pilləyə bir dənə qalxmağı yoxlayın elə. 1 1 3-ə gələrəm. Bir dənə promo 4-ə gedərəm. Başqa? 1 1 4 1. Bax. 1 1 ilə gələrəm ikinci pilləyə.
Bir dənə 4 ataram 6-cı 4, sonra pillə. 1. Bir dənə də 1, 7. Başqa? Yoxdur ki başqa. Yoxdur başqa. Bəlkə biz qırağa səhv yazmışıq. Var başqası bir fikirləşin də. Yoxdur. 5-ə düşür axı. 4 olsun, düşür ora. Hə, heç bir alınmır. Bax görürsünüz, yoxdur. Məsələn 8-ci pillə bizdən hələ soruşur nə ilə 8-ə düşür. Şura bizdən soruşur 2 rəqəmliyə çatmaq. Gəlin 2 rəqəmliyə qədər gedək də. 8-ci pillə neçə olacaq onda? 3. 4. 4. Deməli 4. özündən bir əvvəlki ilə 4 əvvəlki. Ay, 8-ci pillə 4 olacaq. İstəyirsə yazaq da şura marağa yazaq. 8-ci pillə necə ola bilər? Baxaq. Deməli 1 ataram, 4 atamaram, düzdür? Bir dənə də 1 ataram uşaqlar. Onlar 2. İndi bir dənə 4 ataram, 6-ya gələrəm. Bu 7, Sonra bu 2-dən 8. 1. Başqa? 4 də gedə bilərəm. 4-4 İki gedərəm. dənə Prosta bir atar. ikinci 4-ü hələ saxlayıram da. Belə eləyərəm. Bir, Sonra 3 bir, dənə bir, 1 dört. ataram. Gələrəm bir. ikinci mərtəbəyə. Bir dənə 4 getdim 7-yə. Bir dənə də 1 8-ə. Sonra belə eləyərəm. 4 dənə 1 ataram. Gələrəm 4-cü mərtəbəyə. Bir dənə də 4 ataram. Gedirəm 8-ə. Məsəl üçün. Bir də 4-4 ataram da. Başqa ata bilərsiniz. 8-ə 4 necə oldu? Necə? 2 ilə 1 olmurdu 8-ə. 2 ilə 1. Niyə? Özündən bir əvvəlki budur. 1, 2, 3, 4 əvvəlki də budur da. Hə. Özündən bir əvvəlkinin 4 əvvəlkini cəmləyirsən. Bax, oldu 8-də 4 versiya. Düzdür uşaqlar? Bizdən 2 rəqəmli olan ədədi soruşur. Baxın, deyək ki, 2 rəqəmli olan ən aşağı pillə. Cavabımızda da 12 var deyə ən maksimum 12-yə qədər gedəcəyik də. 9-u yoxlayın tez uşaqlar, da uzatmıram. 9-da neçə olacaq? 4. 4. Deməli, ay, 8-ci ilə 5-cini toplayırsınız da 4, yaxşı. Onda neçə olacaq? 5. 5. 9 ilə 6-nı toplayırsınız. 5, yaxşı. 11-də neçə olacaq? 7. 7. 5 nə 2? 7, 12-də neçə olacaq? 11. Ay, bizdən nə soruşur uşaqlar? 2 rəqəmli olan ən aşağı pillə, o da 12.